Dostum Kənanla bir yerdə getdik Şəhidlər Xiyabanına. Şəhidlər Xiyabanına girəndə gitara var idi orada, kaska var idi, bir də hərbi batinka var idi. Üçünü də götürdük. Gitaranı 30 manat məbləğində satdıq. Kaska ilə batinka da evimdə gizlətmişdim. Bakıxanov qəsəbəsində dostum Vüqarla Şəhidlər Xiyabanına girmişdik. Şəhidin məzarının yanında gitara var idi, onu götürdük. Şəhidlər Xiyabanına yenidən gələndə orada hərbi kask və batinka var idi. Onları da götürdük.